Təsəvvüfdə tərki dünyalıq, güşənişinlik tələb olunurmu? Əgər tələb olunursa, bu İslamın ictimai tələblərinə zidd deyilmi? Yaxşı sualdır. Təsavvufun ən tənqid olunan tərəfi elə odur. Təsavvufda tərki dünyalıq deyə bir şey var. Amma bu, tənqidçilərin dediyi, insanların bildiyi, cəmiyyətdə qəbul olunmuş tərki dünyalıq deyil. İnsan sosial varlıqdır, bu dünyada yaranıb, bu dünyaya aid işdir, gücdür, pul, hətta belə deyək, puldur. Bunların hamısına bağlı olan bir varlıqdır. Təsavvufun dediyi tərki dünyalıq tüfeyli həyat deyil. Necə ki, bizə Sovet dövründə təqdim olunub ki, təsavvuf, dərvişlik, tüfeyli həyatı dağlara çəkilməkdir. Əsla. Təsavvufun dediyi tərki dünyalıq. Məsəl üçün, Müzəmmil surəsi 8-ci ayəsi var. Orada Cənab Haqq buyurur ki, Rəbbini adı ilə zikr et. Allah, Allah, Allah deyə Rəbbini adı ilə zikr et. Və hər şeydən qırılaraq Rəbbinə dön. Burada hər şeydən qırılaraq Rəbbimizə dönəcək bizim cismimiz deyil. Yenə deyirəm, bu cisim, Allahın yaratdığı üç vücuddan biri olan bu cismimiz bu dünyanın məhsuludur. Bu dünya şərtlərində yaşamalıdır. Hər şeydən qırılaraq Rəbbimizə dönəcək bizim vücudumuz, həmən Allahın bizi yaradarkən bizə özündən üfürdüyü, adına əmanət dediyi ruh vücudumuzdur ki, o, bu dünya həyatındaykən, necə ki, Peyğəmbər əleyhissalam deyir, ölmədən öncə ölün, biz Allah Taala tam 12 ayədə üzərimizə fərz buyurduğu kimi, bu dünyada həyatındaykən hər şeydən qırılaraq Rəbbimizə dönməlidir ki, bu da bizim diləyimizə bağlıdır. Allahım, məni yaradarkən məndə özündən üfürdüyün əmanət ruhu, bu dünya həyatındaykən sənə qovuşturmağı diləyirəm. Zaten evliyalığın da başlanğıcı budur. Yəni tam 12 ayə bu sözümü dəstəkləyir. Bir neçəsində ehtiyac olsa deyə bilərəm. Aydındır.